Bugün də daha bir sevimli pasientimizlə sağollaşdıq. Nəticə çox ürəyi açandı. 2 il öncə 13 yaşında müraciət edən qız boy geriliyi şikayəti ilə müraciət etmişdi. Boyu 137 sm idi. Amma biz müayinə edəndə gördük ki, bu uşağın boy geriliyinin səbəbi 13 yaşının olmağına baxmayaraq cinsi inkişafının başlamamasıdır. Yəni nə ilkin menstruasiya olmur, ümumiyyətlə ilkin cinsi inkişaf əlamətlərindən süd vəzlərinin böyüməsi də yoxdur. Və müalicə istiqamətində araşdıranda, müalicə prinsipini dəqiqləşdirmək üçün araşdıranda bəlli oldu ki, bu qızda yumurtalıq çatışmazlığı var və ona görə də nə yeniyetməliyə girmir və boyu da 137-yə qədər gəlib və ondan sonra dayanmışdı. Etap-etap müalicə başlandı. Öncə Turner sindromu inkar olundu və biz boy müalicəsindən başladıq. Çünki həmin etapda cinsi inkişaf müalicəsi başlasaydı, uşağın boy zonaları bağlanardı və boyunda artım olmazdı. Ona görə də müalicə boy hormonuyla başladıq və 2 il ərzində 17 sm boy artımı əldə etdik. Hal-hazır ki, boyu 155 sm-dir və bu istədiyimiz boya çatdıqdan sonra artıq cinsi inkişaf müalicəsinə başlamışıq və tədricən ikincili cinsi əlamətləri də başlamışdır.